bizsiz də yaşamağı öyrənməsi üçün necə bir valideyn olmalıyıq? Bəzən valideynlər bax o yalnız təhsilə önəm verirlər, bir vurğu edirlər. Bu da aktualdır, vacibdir. Təbii ki, təhsilsiz heç bir şeyə nail olmaq olmaz. Mən necə anlayım da ümumiyyətlə nə istəyir? Bir gün bir şey istəyir, sabah tamamilə başqa bir şey istəyir. Bu qızıl orta necə tutsunlar? Həm cəmiyyətdə həqiqətən sağlam şəkildə qalsınlar, həm texnologiyanı düzgün istifadə etsinlər, həm də inkişaf etsinlər. Valideynlərdə belə bir sual yaranır ki, nəyə görə təhsilə həvəsi yoxdur? Get kitabını oxu, sən bunu et demək yerinə bunun bizim etməyimiz, onun da görüb təbliğ etməyi daha doğru olar. Mükəmməl valideyn yoxdur. Doğru insan da yoxdur, mükəmməl insan da yoxdur. Övladımı necə edim ki, ona mənim yaşamadıqlarımı yaşadım, yəni travma baxımından və ona doğru valideyn ola bilim.